ve həmçinin Kur'an'ın hidayətlerindən naməhrəm kişilərlə bir məclisdə oturmaqdan, onlarla bir yerə toplaşmaq və aralarında söhbətləşməkdən çəkindirməsi. Necə ki Allah Teala buyurur ki: "Və izə səəltumuhunna mata'an fas'aluhunna min vara'i hicab. Zalikum atharu liqulubikum və qulubihin." Ey iman gətirənlər, onlardan, yəni peyğəmbərin zövcələrindən bir şey soruşduqda pərdə arxasından soruşun. Yəni evlərinə daxil olmayın. Bu həm sizin, həm də onların qəlblərinə daha çox təmizlik bəxş edər. Həmçinin Qur'anın hidayətlərindən əgər qadın hər hansı bir yad kişi ilə danışmaq məcburiyyətində qalarsa, bu zaman onunla nazlana danışmasının qadağan olması. Necə ki Allah Teala buyurur ki: "İn ittaqaytunna fala taxda'na bil qawl feyatma'allazi fi qalbihi marad və qulna qawlan ma'rufa." Əgər Allah'tan qorxursunuzsa, yad kişilərlə nazlana danışmayın. Yoxsa qəlbində xəstəlik olan tamaha düşər, şəriətə müvafiq qaydada danışın.